Salam. Bu videoda eksport, import haqqında çox sadə, başa düşüləcək misallarla sizə başa salacağam. Qısa, sadə misallarla. Deməli, eksport nə üçündür? Eksport ilə başqa bir fayla göndərmək üçündür. Import isə o faylı, o məlumatı götürmək üçün, o məlumatı hansı istədiyimiz faylda çıxarmaq üçün. Elə bir o fayldan bura gətiririk. Deməli, başlayaq yazmağa birinci misalımızın. Ən birinci başlayaq export. Çox sadə bir misal çəkəcəm mən. Yalnız başa düşmək üçündür. Ondan sonra özünüz praktika edə bilərsiniz. Yaş yazırıq. 18. Deməli, indi məlumatı yazdıq. Bunları eksport elədik. Yəni göndərdik. İndi isə keçirik importa, import edirik və o məlumatı bu fayla gətiririk. Ad, virgül, yaş. Hardan? From string açdıq, nöqtə slash user cs-dən. Console log yazır, console logu da göstərim. Ad. Yaş. Deməli yazdıq və import elədik, bunu gətirdik və bu məlumatı götürdük, bunu eksport elədik və importdan bunu gətirdik. Ad, yaş. Və ondan sonra bunları konsol loqa satdıq. İndi bir dənə brauzerə baxaq və error verir. Deməli, bax burada bunu avtomatik yazmışdı. Bunu CS-ə yazırıq və bir dənə də errorumuz var məncə, məncə də. Deməli, burada type-ını yazmalıyıq. Bunu type-ın modul eləməliyik ki, bu işləsin. Bunu həmişə eləmək vacibdir. Və baxırıq, ad, Sadiq, yaş 18. Çox asandır, yəni çox ən sadə yolla başa saldım sizə, ən sadə misallarla. Ümid edirəm başa düşdünüz. Suallarınız olsa kommentariya yaza bilərsiniz. Sağ olun.